Dəyərli izləyicilərimiz, təqdim edəcəyimiz ev Zabratda yerləşir. 81 nömrəli məktəbin yaxın məsafəsi. Evin 2 həyəti var. Arxasından çəkirik. Burada əl damı, ora başqasına aiddir, biz aiddir, buna aiddir. Yox, buranın qapısıdır, bax, buradan ara qapısı, maşın girən qapısı evin qarşısıdır. Özü qapısı, hər iki məhəllədən də qapısına kimi asfaltdır. Kupça, köhnə Jek evin bilənlər bilir, sənət kupçadır. O evlərdəndir, 4 otaqlı, ev 130 kvadrata yaxındır. Evin içərisini görəndə görəcəksiniz. Burada belə bir əl damı var. Həyətyanı sahəsidir, yaşıllığı. Evin, bax, bu divardan hissə içərdən göstərəcəm, gəl bura. O, poçt kutusuna oxşayır. Evimizin giriş hissəsi. Evin bu hissədən giriş hissəsidir. Burada ev yəsi, qonaq otağı kimi istifadə edilir. Gəl buradan göstərmə, patır. İp var idi deyə, paltarda ip var idi, ipdə paltar var idi deyə göstərəməm. Bax, görürsünüz, bu divardan bu yanası artırılmadır, mətbəx artırılmadır. Keçək mətbəxini göstərək. Evin mətbəxidir. Bax, bu hissə artırılıbdır. Burada da sanitar qovşağı sanılsaydı, şimdi göstər. Solar girmə içəri. Aksesuarları var, keçdi isə otaqlarla tanış eləyəcəm. Evimizin bir otağı var, görürsünüz, bu hissəsi arkadır. Hündürlüyünə baxın. Bu, ay Allah, bir dənə ad var, indi peçə görənlər tanıyacaqlar. 90-91 uşaqları biləcəklər. Mən məktəbdə oxuyanda 4 nömrədə, Balaxanada oxumuşam. Bu peçdən idi. Necə qəşəng istilik verir. Evin istilik sistemi, bu peçin adını bilmirəm. Dairəvi qoşadaşdır, 80 santimlikdir. Stat qiymət 150 mindir, sənət kupçadır. Burada bir yataq otağıdır. Bu peçi də tanıyanlar tanıyır. Əslində, yəni, hansı ki keçmişi sevən insanlar inan alıb restavrasiya etsə, bu görüntünü də saxlasa. Yəni, mükəmməl olar da. Onların bir şey nə qədər qiymət var? Gəl. Amma peçin görürsünüz, arxası bu tərəfədir. 2 otağı da isidir. Xanım deyir ki, mən 31 ildən çoxdur burada yaşayıram. Elə bu peçlə evi isidirəm. Yenə bir otaq, görürsünüz hündürlüyünə nə boydadır. Elə bir məktəbdir, ev yox, məktəb çəkirik, poliklinika çəkirik. Və keçdi həyətin digər hissəsinə. Burada yenə bir dənə əl damı var, evin qabağı belə qapalıdır. Məhəlləsi də, qapını zəhmət olsa örtün. Məhəlləsi də asfaltdır. Qapısına kimi asfaltda 81 nömrəli məktəbə yaxın məsafəli. Balaca it imkan versə çəkəcəyik. Ev 5 daş kürsüdədir hal-hazırda. Bax, görürsünüz, hündürlüyü, qalınlığı 80 santim divarın enliliyidir. Yenə təkrar edirəm, köhnə evlərdəndir, Amerikanka deyirlər.